Ölkədə və dünyada baş verən ən son hadisələrdən xəbərdar olmaq üçün videonu bəyənib, kanala abunə olub, bizə dəstək ola bilərsiniz. İndi isə keçək xəbərə. 6 günlük iş həftəsi adam başına düşən ümumi daxili məhsulun davamlı artımını təmin etmir. Səyyar TV Milli Aza istinadən xəbər verir ki, bu barədə BKS Mir İnvestisiya şirkətinin fond bazarı üzrə eksperti Lyudmila Rokotyanskaya qəzetəyə açıqlamasında bildirib. Onun sözlərinə görə 6 günlük iş rejimi uzun müddətli dövrdə səmərəli hesab olunmur. Rokotyanskaya xatırladıb ki, bir sıra digər ölkələr bu sistemdən humanist səbəblərə görə yox, effektivliyini itirdiyi üçün imtina ediblər. Ekspert qeyd edib ki, tarix boyu insanlıq səmərəsiz olan əmək formalarından mərhələli şəkildə uzaqlaşıb. Rokotyanskaya 5 günlük iş həftəsinə keçidin müsbət nəticələrini də vurğulayıb. Onun sözlərinə görə Henry Fordun təcrübəsi göstərib ki, əlavə istirahət günləri işçilərin alış-verişə daha çox vaxt ayırmasına səbəb olur və bu da ümumi istehlak tələbatını artıraraq iqtisadiyyata dəstək verir. Ekspert bildirib ki, 6 günlük iş həftəsi uzun müddətdə məhsuldarlığın azalmasına gətirib çıxara bilər. Yorğunluq, işdə tükənmişlik, sağlamlıq problemləri, diqqət və yaradıcılıq qabiliyyətinin zəifləməsi bu sistemin əsas riskləri sırasındadır. Bəzi sahələrdə isə istehsalat xəsarətlərinin artması mümkündür. Müasir tədqiqatlar iqtisadi artımın əsas mənbəyinin işlənən saatların sayı olmadığını göstərir. Rokotyanskayanın fikrincə əsas amillər məhsuldarlıq, texnologiya, yaradıcılıq və idarəetmə keyfiyyətidir. Bununla yanaşı, ekspert qısa müddətli istisnaları da qeyd edib. Onun sözlərinə görə ucuz işçi qüvvəsinin çox olduğu, avtomatlaşdırmanın zəif inkişaf etdiyi və sadə əməliyyatlara əsaslanan sahələrdə 6 günlük iş həftəsi müvəqqəti müsbət nəticə verə bilər. Həmçinin bəzi startaplarda və səfərbərlik iqtisadiyyatı şəraitində bu modeldən istifadə olunur. Mütəxəssislər isə hesab edir ki, uzun müddətli iqtisadi inkişaf üçün əsas yol iş vaxtının artırılması yox, əmək səmərəliliyinin yüksəldilməsidir.